Bugünkü dərsimiz olur orqanizmlərin fərdi inkişafı, yəni orqanizmlərin ontogenezi. Birinci, baxaq görək ontogenez nəyə deyilirdi? Ontogenez sözünün mənası, ontogenez sözünün mənası, ontos, mövcud, genezis isə əmələ gəlmə deməkdir. Deməli, orqanizmlərin ontogenezi nə deməkdir? Ontos mövcud, genezi isə əmələ gəlmə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bəs orqanizmlərin ontogenezi neçə mərhələdən ibarətdir? Orqanizmlərin ontogenezi, yəni fərdi inkişafı 2 dənə mərhələdən ibarətdir. Birinci mərhələmiz olur uşaqlar, embrional mərhələ. İkinci mərhələmiz olur post-embrional mərhələ. Embrional mərhələ nədir? Embrional mərhələ ya ana bətnində olan inkişaf dövrüdür, ya yumurtanın içərisində olan inkişaf dövrüdür. Postembrional inkişaf dövrü isə yumurtadan çıxdıqdan sonra və yaxud da anadan olduqdan sonraki inkişaf dövrü isə postembrional mərhələ adlanırdı. Adından məlum olduğu kimi o embrion, rüşeym, postembrion, post nə deməkdir? Sonra, yəni rüşeymdən sonraki dövr. Hər bir dövr özü də bir neçə mərhələlərdən ibarətdir. Birinci başlayırıq embrional dövrdən. Embrional dövr canlılarda, yenə də deyirəm, ana bətnində baş verir ya da yumurtanın içərisində baş verir. Yumurta qoyanlarda yumurtanın içərisində baş verirdi, diri bala doğanlarda isə ana bətnində baş vermiş olurdu. Embrional mərhələ özü bir neçə mərhələdən ibarət idi. Embrional mərhələ nə ilə başlayır? Yəni, orqanizmin ontogenezi başlayır ziqotun yarandığı andan, hansı ki ziqot, erkək və dişi qametlərin bir-biri ilə birləşdiyi andır. Bu andan, yəni mayalanma anından ta ki orqanizm ölənə qədər olan inkişaf dövrüdür. Artıq bu ziqotun yaranması ilə başlayır və ölənə qədər olan inkişaf dövrünü əhatə edirdi ontogenez. Və ziqotun yaranması harada başlayırdı? Müxtəlif orqanizmlərdə, məsələn, ziqot balıqlarda, harada suda əmələ gələ bilər, çünki onlarda xarici mayalanma idi. Sonra quşlarda, məməlilərdə boruda yarana bilərdi. Bunlarda yumurta hüceyrənin mayalanması harada başladı? Boruda başladı. Birinci mərhələ olur parçalanma mərhələsi. Deməli, belə başlayır. N-lə N-in birləşməsindən əmələ gələn mayalanma ilə başlayır. 2N xromosom dəstinə malik olan ziqot əmələ gəlir. Sonra ziqot parçalanmağa məruz qalır. Amma ziqotun parçalanması müxtəlif formada ola bilər. Hansı canlılarda ki, yumurta hüceyrələri xırdadır, onlarda yumurta hüceyrə tam şəkildə bölünməyə məruz qalır. Yumurta hüceyrələri xırda olanlarda. Bunlara hansılar aiddir? Bunlara aiddir məməlilər, neştərçə birinci deyək, neştərçə, məməlilər, bir də dərsi tikanlılar. Bunlarda bölünmə tam və bərabər formada blastomerlərə bölünürdü. Ancaq canlılardan suda quruda yaşayanlarda isə, necə baş verirdi? Suda quruda yaşayanlarda bölünmə tam getsə də, amma qeyri-bərabər ölçülü blastomerlər əmələ gəlirdi. Yəni, blastomerlərin ölçüsü nə oldu? Qeyri-bərabər oldu. Ancaq bölünmə necə getdi? Tam şəkildə baş verdi. Bəs natamam bölünmə nəyə deyilirdi? Yumurta hüceyrəsi iri olan canlılarda, yəni yumurtası iri olan canlılarda, bölünmədə sadəcə olaraq, onlarda yumurta sarısı da böyük olduğuna görə, onlarda yumurta sarısının üzərində olan sadəcə olaraq rüşeym diski parçalanmağa məruz qalırdı. Nə parçalanırdı onlarda? Sadəcə rüşeym diski. Hansı canlılarda baş verirdi? Balıqlarda baş verirdi. Sonra bu baş verirdi sürünənlərdə, çünki yumurta qoymaqla çoxalırdı. Sonra yumurta qoyan məməlilərdə baş verirdi. Bir də quşlarda baş verirdi. Deməli, yalnız rüşeym diski bölünənlər, balıqlar, çünki balıqlarında yumurta sarısı iri balıqlarda, sürünən quş, bir də yumurta qoyan məməlilərdə. Bunlarda necə baş verdi? Bunlarda sadəcə olaraq rüşeym diski parçalanmağa məruz qaldı. Bura qədər bu hissəsi məncə aydındır. İndi sonra keçirik, görək bölünmə necə baş verdi.
Bölünmə birinci parçalanmadan danışıram. Deyirəm ki, zigot parçalanmağa məruz qaldı. Zigot hüceyrədir. Əvvəlcə zigot artıq mitoz yolundan, çünki hansı xromosom dəstinə malikdir? 2N xromosom dəstinə malikdir. Zigot əvvəlcə uzununa şəkildə bölünərək 2 dənə blastomerə başlanğıc verir. 2 ədəd blastomerə başlanğıc verir. Bu birinci dəfə bölünmədir. Birinci dəfə bölünmə uzununa şəkildə baş verdi. İkinci dəfə zigot bölündü, əmələ gələn blastomerlər, artıq bunlar bu hüceyrələr nə sayılır? Blastomer. Bax, bu zigotda hüceyrədir, bu əmələ gələn blastomerlərdə nə sayılır? Hüceyrələr. Hamısı da əmələ gələn hüceyrələr artıq 2N xromosom dəstinə malikdir. Niyə 2N xromosom dəstinə malikdir? Çünki mitoz yolundan bölünür. Sonra əmələ gəlir, bunlar təzədən uzununa, 2 uzununa bölünür. Demək, ikinci dəfə uzununa bölünmə baş verir. Əmələ gələn blastomerlərin hər biri yenidən uzununa şəkildə bölünür və artıq bundan əvvəlcə bax belə uzununa baş verdi bölünmə, sonra 2 dənə blastomer yarandı, sonra yenə uzununa şəkildə bölünmə baş verdi. Əmələ gəldi 4 dənə blastomer. Artıq ondan sonra növbəti dəfə bölünmə eninə, yəni 3-cü dəfə artıq eninə şəkildə bölünmə baş verdi. 4 dənə blastomerdən 8 dənə blastomer yarananda eninə bölünmə baş verdi. Bu mərhələdən sonra uzununa və eninə bölünmələr artıq bir-birini əvəzləyir. Deməli, artıq bir dəfə eninə, bir dəfə uzununa. Bir dəfə eninə, bir dəfə 16-dan 32 yarandı, sonra 32 dənə blastomer uzununa şəkildə bölünməyə məruz qaldı. Deməli, uzununa, eninə, uzununa, eninə. Bu bölünmələr artıq bir-birini əvəz elədi. Müəyyən qədər blastomerlər yarandıqdan sonra, bax belə blastomerlər yarandıqdan sonra, bunun içində çoxlu miqdarda nələr var? Blastomerlər var. Bu blastomerlər yarandıqdan sonra artıq parçalanma mərhələsi bitir və başlayır növbəti mərhələmiz olan blastula mərhələsi. Blastula mərhələsində əmələ gələn hüceyrələr, bax burada hansı mərhələ bitdi? Burada parçalanma mərhələsi bitdi. Parçalanma mərhələsi bitdi. Baxın, burada 11-ci sinif kitabında, 11-ci sinif kitabında əmələ gələn blastomerlərin çoxunu adlandırır morula. Nə adlandırır? Əmələ gələn blastomerləri adlandırır morula. Moruladan sonra onda blastomerlər yaranır. Bax, bu aralıqda əmələ gəlir morula mərhələsi. Morula. Ondan sonra blastula mərhələsi. Deməli, parçalanma dövrü baş verdi, parçalanma. Parçalanma nəticəsində blastomerlər yığınından ibarət morula yarandı. Ondan sonra əmələ gəldi blastula mərhələsi. Blastula mərhələsində hüceyrələr, əmələ gələn blastomerlər xarici qatda düzülür və əmələ gətirir blastulanı. Blastulanın içərisində boşluq var. Bu boşluğun adı blastosöl boşluğu adlanır. Bu boşluq içərisinə maye ilə dolu olan boşluqdur. Artıq blastula mərhələsi yekunlaşdı. Bəs növbəti mərhələdə nə baş verir? Növbəti mərhələdə artıq xarici qatda olan hüceyrələr daxili qata çökməyə başlayır. Deməli, nə baş verdi? Xarici qatda yerləşən hüceyrələrin daxili qata çökməsi nəticəsində xarici qatı ektoderma, daxili qatı endodermadan ibarət olan növbəti mərhələ olan gastrula mərhələsi yarandı. Nə mərhələ yarandı? Gastrula mərhələsi əmələ gəlmiş oldu. Bax, ardıcıllığı deyirəm yenə. Parçalanma, morula, blastula, sonra gastrula. Gastrula sözünün mənası qastr mədə sözündən götürülmüşdür. Bəzi canlılar, məsələn, süngərlər və bağırsaq boşluqlar inkişafını elə bu mərhələdə tamamlayır və daxili boşluqla xarici arasında ağız dəliyi vasitəsilə əlaqə yaranır. Bu daxildə olan boşluqda adlanır bağırsaq boşluğu. Burada hüşeym sadəcə 2 qatdan ibarətdir. Xarici ektoderma və daxili endoderma qatından ibarətdir. O bir variantını yazılır. Xarici ektoderma və daxili endoderma qatından ibarətdir. Gastrula mərhələsi burada bitdi. Sonradan başlayır nə yaranmağa? Növbəti mərhələdə uşaqlar başlayır artıq mezoderma yaranmağa. Xor da yaranır əvvəlcə. Xor da özündən xüsusi hüceyrələr ifraz eləyərək endodermanı, ektodermanı daxilə doğru çökdürür.
Ektodermanın daxilə doğru çökməsindən sinir borusu əmələ gəlir. Deməli, müəyyən hüceyrələr əmələ gəlirdi. Gəlin onu da göstərim sizə. Müəyyən hüceyrələr yaranırdı. Bu hüceyrələr ektodermanı daxilə doğru çökdürürdü və ektodermanın daxilə doğru çökməsindən yaranır sinir borusu. Deməli, görürsünüz, sinir borusu şemin hansı qatından əmələ gəldi onda? Sinir borusu şemin ektoderma qatından, axı ektoderma qatının daxilə çökməsindən yaranır. Və bundan sonra artıq orqan və orqanlar sistemi formalaşmağa başlayır. Artıq şemin hər qatından müəyyən orqan və orqanlar sistemi yaranır. Baxın burada. Deməli, burada əmələ gəldi. Baxın, xorda əmələ gəldi. Baxın, xorda yarandı. Bu xorda özündən xüsusi maddələr ifraz edərək bu ektodermanı daxilə doğru çökdürür və sinir borusu əmələ gəlir. Sinir borusunun ön hissəsi baş beyinə, aşağı hissəsi onurğa beyinə çevrilir. Onurğa beyinə çevrilir. Sonra burada mezoderma qatı da yarandı və artıq bu formalaşdıqdan sonra, bu forma yarandıqdan sonra hər qatdan müəyyən orqan və orqanlar sisteminin yaranması artıq başladı. Ektodermadan nələr əmələ gəlir? Bu 11-ci sinif kitabında, yəni mən bu dərsi keçəndə həm 11-ci siniflə, həm də 9-cu siniflə bir-birinə əlaqələndirirəm. Ektodermadan yarandı sinir borusu, ektodermadan əmələ gəldi həzm kanalının girəcəkləri, həm ağız, həm də anusun epitelisi yarandı. Sonra ektodermadan dərinin epidermis qatı əmələ gəldi. Ektodermadan yarandı, epifiz və hipofiz baş beyində yerləşdiyinə görə epifiz və hipofiz vəzi yarandı. Yəni, hər bir, məsələn, mezodermadan əmələ gəldi, dayaq hərəkət sistemi əmələ gəldi, qan damar sistemi əmələ gəldi. Baxın, burada hansı cədvəli əzbərləyirik? Baxın, burada 11-ci sinifdə yazılan, 11-ci sinifdə cədvəlin içərisində, burada hamısı çox qəşəng yazılır. Periton qarın boşluğu əmələ gəldi mezodermadan. Göstərim. Baxın, bu cədvəl əzbərlənir. Limfa sistemi, qan damar sistemi, sümüklər, bağlar, bax, bunları əzbərləyirik. Endodermadan yarananlar nələrdir? Xorda əmələ gəldi, bayaq dedim. Sonra həzm kanalının daxil hissəsi, baxın, həzm kanalının xarici hissəsi, həzm kanalı həm ektodermadan, həm mezodermadan, həm də endodermadan yaranır. Ektodermadan ağız epitelisi və anusun epitelisi. Endodermadan həzm kanalının xarici qatı, amma daxili qatı isə yarandı. Həzm kanalının epitelisi. Axı, daxili qatdır. Daxili qatlardan əmələ gəldi endodermadan. Nəfəs borusudur, bronxlar, yəni tənəffüs sisteminə aid olan orqanlar əmələ gəldi. Qaraciyər və mədə-altı vəzi endodermadan. Baxın, burada əlavə olaraq yaza bilərsiniz. Epifizdən hipofiz ektodermadan yarandı. Amma qaraciyərlə mədə-altı vəzi əmələ gəldi endodermadan. Sidik hissəsinin daxili epitelisi, qalxına bənzər vəzi. Bunlar hamısı formalaşdı endoderma qatından. Ancaq uşaqlar, rüşeyimin formalaşması təkcə bir qat deyil, bir neçə qatın iştirakı ilə baş verir. Məsələn, mən deyirəm ki, sinir borusu təkcə ektodermadan əmələ gəlir. Yox, sinir borusunun əmələ gəlməsində həm də rüşeyimin digər qatları da iştirak edir. Məsələn, baxın, burada o təcrübə var. Bu təcrübəni necə aparıblar? Bu təcrübəni aparan zaman deyir ki, əgər birinci nağarırlar, bel tərəfdəki rüşeyimin bel tərəfdəki ektoderma qatı götürülərsə, onda sinir borusu əmələ gəlmir. Mən deyirəm ki, məsələn, sinir borusu ektodermadan əmələ gəlir. Sonra ikinci təcrübədə nağarılır. Əgər bel tərəfdəki ektodermanı yox, ektodermanın altındakı bel mezodermasını götürülür, bel mezoderması götürülür və bu zaman baxılır ki, bu rüşeyimdə yenə də sinir borusu əmələ gəlmədi. Birinci aydın oldu ki, təkcə ektodermanın yox, həm də mezodermanın hesabına sinir borusu yaranır. Sonra çıxarılan mezoderma hüceyrələrini digər ikinci bir rüşeyimin qarın tərəfinin mezoderması çıxarılır. Bu bel mezoderması yerləşdirilir həmin o qarın mezodermasının yerinə və yerinə yerləşdirildikdə artıq ikinci bir sinir borusu da inkişaf edir. Rüşeyimdə ikinci bir sinir borusu iştirakı əmələ gəlir. Beləliklə, bu bütün nəticələrdən aydın olur ki, bir hüceyrə qrupu təkcə belə deyək, bir orqan inkişafı təkcə bir hüceyrə qrupunun yox, eləcə də digər hüceyrə qrupunun inkişafı nəticəsində baş verir. Aydın oldu. Bu təcrübəni baxın buradan oxuyuruq. Baxın, embrionun
birinci embrionun bel mezoderması çıxarıldı, ikinci embrionun qarın mezoderması baxın burada çıxarıldı. Birinci embriondan çıxarılan mezoderma ikinci embriondan çıxarılan mezodermanın yerinə yerləşdirildi. Baxın, bax bu qarın mezodermasının yerinə yerləşdirildi. Nəticədə ikinci embrionun qarın ektoderması yenidən yerinə yerləşdirildi. Ektoderma yerləşdirildi. Ektodermaya heç bir zərər vurulmadı. Nəticədə həm bel, həm də qarın hissədə 2 dənə sinir borusu inkişaf elədi. Aydın oldu və buradan belə nəticə çıxır ki, bir orqanın yaranmasında, bir orqanlar sisteminin yaranmasında təkcə rüşeymin bir qatı yox, eləcə də digər qatları da iştirak etmiş olurdu. Və uşaqlar, 3-cü ayda embrionun, məsələn, əgər insandan söhbət gelirsə, insanlarda 3-cü ayda artıq bütün orqan və orqanlar sistemi nə qarmış olur, formalaşmış olurdu. Məsələn, burada bizə belə bir məsələ verə bilər ki, bəyək blastomerlər yarandı. Məsələn, deyir ki, rüşeyin inkişafı zamanı parçalanma mərhələsində cəmi 64 ədəd blastomer yaranıb. Neçə uzununa, neçə eninə bölünmə baş verib? Məsələni yazıram. Deyir ki, rüşeyin inkişafı zamanı parçalanma mərhələsində bütöv lövhə düşür qızım. Parçalanma mərhələsində 64 blastomer yaranıb. 1. Bax, sualları qoyuram. 1. Bu zaman neçə uzununa, neçə eninə bölünmə baş verib? Bu birinci sual. Diqqətlə bunlara baxın, test topusunda qabağınıza çıxası. İkinci, neçə hüceyrə bölünməyə məruz qalıb? Üçüncü, neçə blastomer bölünməyə məruz qalıb? Baxın, burada hüceyrə deyir, burada blastomer deyir. Bölünməyə məruz qalıb. Sonra dördüncü deyə bilər ki, neçə blastomer uzunluğa bölünmə nəticəsində yaranıb? Neçə blastomer uzunluğa bölünmə nəticəsində yaranıb? Beşinci sualımız, neçə blastomer eninə bölünmə nəticəsində yaranıb? Sonra sual ola bilər ki, neçə blastomer uzunluğa bölünməyə nəticəsində yaranıb və eninə bölünməyə məruz qalıb? Belə sual da ola bilər. İndi baxın, birincini açıqlayıram. Birincidə necə olasıdır? Və birinci sualımın cavabı. Bu zaman neçə uzunluğa, neçə eninə bölünmə baş verib? Deyir ki, 64 dənə blastomer yaranıb. İndi yazıram. 1, bax belə yazıram. Birinci zigot uzunluğa bölünməyə məruz qaldığına görə, bax belə xətt çəkirəm. İkinci blastomerlər, yaranan blastomerlər, 2 blastomerlər yenidən uzunluğa bölünməyə məruz qaldığına görə 4 yazıram. Sonra bura yazıram 8, bura yazıram 16, bura yazıram 32 və yazıram 64. Niyə belə yazdım? Çünki 2 dəfə ard-arda uzunluğa bölünmə baş verir, sonra uzunluğa və eninə bölünmələr bir-birini ard-arda əvəz edir. İndi baxıram, deyir ki, neçə uzunluğa, neçə eninə bölünmə baş verir? Baxıram, 1, 2, 3, 4. Neçədən uzunluğa bölünmə baş verdi? 4 uzunluğa. Neçədən eninə bölünmə baş verdi? 1, 2. 2 dənə də eninə bölünmə baş verib. Neçə hüceyrə bölünməyə məruz qalıb? 64 dənə blastomer yaranmayıb. Bu da başlanğıc 1 dənədir. Deyir ki, neçə dənə blastomer, neçə dənə hüceyrə? Hüceyrə deyəndə 64-dən çıxıram 1-i bərabər. Deməli, bu birinci sualımın cavabı budur. İndi ikinci sualımın cavabını yazıram. Deyir ki, neçə hüceyrə uzunluğa, neçə hüceyrə eninə? Tapdım, neçə dənə hüceyrə uzunluğa bölünməyə məruz qalıb? Neçə dənə blastomer? Bu oldu 60, ikinci neçə dənə hüceyrə bölünməyə məruz qalıbsa 64-dən 1-i çıxıram. Hüceyrə deyir. Bərabərdir 63. İndi üçüncü tapşırığımda nə deyir? Neçə blastomer? Baxın uşaqlar, zigot hüceyrədir. Amma zigot blastomer deyil. Ona görə neçə dənə blastomer bölünməyə məruz qalıb deyəndə nə varıram?
64-dən çıxıram neçəni? 2-ni. Çünki bunlar da blastomerlər. 2 dənəsi blastomerdir. 1 dənəsi blastomerdir öyle. Başlanğıc blastomerlərinin sayı neçə dənədir? 2 dənədir. Ona görə 64-dən neçəni çıxdım? Başa düşdün? 64-dən çıxdım 2-ni. Elədi 62. Sonra 4-cü məsələmizə baxıram. Neçə blastomer? 3-cünü dedim. 4-də neçə blastomer uzunluğa bölünmə nəticəsində yaranıb? Neçə dənə blastomer uzunluğa bölünmə? 2 dənəsi uzunluğa bölünmə nəticəsində yarandı. Yazıram. 2 üstəgəl. Sonra bu 4 dənə də uzunluğa bölünmə nəticəsində yarandı. Üstəgəl 4. Çünki qarşısında 4 dənə bu uzunluğa xətt var. Sonra 16 dənə blastomer uzunluğa bölünmə nəticəsində yarandı. Plus 16 plus. Bir də 64 dənə blastomer uzunluğa bölünmə nəticəsində yarandı. İndi mən deyir ki, neçə dənə blastomer eninə bölünmə nəticəsində yaranıb? Bax, 8 dənə blastomer eninə bölünmə. Qarşısındakı xəttə baxıram. Görürəm ki, qarşısındakı nəticəsində deyirsə, qarşısındakına baxıram. 8, bir də 32. Deməli, 40 dənə də blastomer necə yarandı? Eninə bölünmə nəticəsində yarandı. Yəni, belə tipli suallar olası sizə. Sonra bu oldu uşaqlar bizim deməli, embrional mərhələmiz. Bir də uşaqlar, embrional mərhələ bütün canlılarda istəyir, belə deyək, quruda yaşayan canlılar olsun, istəyir suda yaşayan canlılar olsun, hamısında amnionun içərisində baş verir. Amnion nədir? Amnion rüşeymi daxildən əhatə edən bir mayedir. Bu həm rüşeymin qidalanmasını təmin edir, həm də onu xarici təsirlərdən qoruyur amnion. Və bu amnion mayenin olması, hamısının, bütün canlıların suyun içərisində inkişafının baş verməsi, onların təkamüldə eyni əcdaddan yarandıqlarını söyləyir. Yəni, bunlar nə qarıblar? Təkamüldə eyni bir əcdadan, yəni suda yaşayan canlılardan. Axı, biz demişdik ki, həyatın təməli harda qurulub? Suda qurulub, düzdür? Sonra gəlirik postembrional. Postembrional mərhələ danışırıq. Postembrional mərhələ canlılarda baş verə bilər bir düzünə yolla, bir də canlılarda baş verə bilər dolayı yolla. Dolayı yolla bir tam metamorfoz şəkildə baş verə bilər, bir də qeyri-tam metamorfoz şəkildə baş verə bilər. Bax, düzünə yolla bütün canlılarda, hansılardadır? Bizim 6-cı sinif kitabımızda təkcə verib sürünənlər, quşlar və məməllər. İndi mən sizə bütün canlıları deyirəm başdan ayağa. Deməli, 1. Düzünə yolla inkişaf baş verir göl ilbizində. Çünki uşaqlar, göl ilbizində sürfə yoxdur. Düzünə yolla inkişafda əmələ gələn fərd birbaşa yetkin fərdə bənzəyir. Sürfə mərhələsi yoxdur. Əmələ gələn fərdə sən baxan kimi bilirsən ki, nəyin balasıdır? Ya timsahın balasıdır, ya kərtənkələnin balasıdır. Deməli, ya da göl ilbizinin balasıdır. Məsələn, xırda əmələ gələn körpəsi elə deyək. Göl ilbizində baş verir. İkinci, həlqəvi qurtlardan soğulcanda baş verir. Sonra buğumayaqlılardan xərçəng kimilərdə düzünə yolla inkişaf baş verir. Xərçəng kimilərdə. Dördüncü, hörümçək kimilərdə. Çünki hörümçəklərdə də uşaqlar birbaşa əmələ gələn fərd yetkin fərdə bənzəyir. Hörümçəklərdə, sonra zəllərdə, zəlləri demədim, zəllərdə. Sonra 6-cı gəlirəm, artıq buğumayaqlılar tipini bitdim. Buğumayaqlılar tipindən sonra gəlir artıq xordallar tipi. Xordallar tipindən sonra artıq hansı canlılarda? Quşlarda. 7-ci, sürünənlərdə. Bir də uşaqlar, məməlilərdə. Məməlilər. Deməli, dolayı yolla inkişaf baş verir hansı canlılarda? Bax, balığın da sürfəsi var idi, düzdür? Bax, heyvanlardan anadontanın sürfəsi var, düzdür? Anadontanın sürfəsi kirpiçili çanaqla örtülmüşdü. Başayaqlı molluskların sürfəsi var idi, hətta deyirdi, yetkin fərdə bənzəyirdi. Sonra gəlirik buğumayaqlılardan həşəratlar sinfi dolayı yolla inkişaf baş verir. Hələ onlarda tam var idi, qeyri-tam var idi. Tam inkişafda nə olurdu? Yumurta, sürfə, pup, bir də yetkin fərd mərhələsindən ibarət idi. Qeyri-tamda yumurta var idi, sürfə var idi, bir də yetkin fərd var idi. Sonra uşaqlar buğumayaqlıları deyil. Sonra balıqlarda, balığın körpəsi də vardı, balığın sürfəsi də vardı. Sürfəsinin qarnında yadınızdadır, belə sarılıq da var idi. Çəkə bilməsəm də, balığın bu sürfə qarnında belə sarılıq kisəsi də var idi. Ağız açılana qədər, qidalanmaq xidmət edənə qədər bu sarılığın hesabına qidalanırdı. Balıqlarda, suda quruda yaşayanlarda, onurğalılarda, hətta suda quruda yaşayanların sürfəsi də var idi. Bu çömçə quyruq adlanırdı. Çömçə quyruq da quruluşuna görə balıqlara bənzəyirdi. Hətta onlarda uşaqlar, ətraflar post-embrional mərhələdə, yəni yumurtadan çıxdıqdan sonra digər canlılarda, məsələn, yumurtanın içərisində formalaşır bunlar.
Amma üstə burada yaşayanlarda yumurtadan çıxdıqdan sonra əvvəlcə arxa ayaqlar, sonra ön ayaqlar əmələ gəlir. Onlarda deməli ətraflarının inkişafı yumurtadan çıxdıqdan sonra baş verirdi. Sonra suda burada yaşayanları dedik. Sonra gəldi, suda burada artıq quşlarda, zadlarda, bunlarda qeyri-metamorfoz, yəni passivimbrial inkişaf dolay yolla baş verə bilməz idi. Bəs nə əhəmiyyəti var bu dolay yolla inkişafın? Düzünə yolla gedən inkişafda hər əmələ gələn körpə də, ana da eyni bir qidaya möhtacdırlar. Eyni bir qida uğrunda mübarizə aparırlar. Amma belə dolay yolla gedən inkişafda, bu testdə var bu sual. Dolay yolla gedən inkişafda sürfənin qidası ayrı, yetkin fərdin qidası ayrı ola bilər və bu da yetkin mərhələ ilə, ana ilə bala arasında olan qida uğrunda rəqabəti azaldır. Aydın oldu? Yəni bu dolay yolla da inkişafın əhəmiyyəti bundan ibarətdir. Bugünkü dərsimiz bu qədər.